Peyğəmbərdən sonra müsəlmanların əsas problemlərindən biri bu oldu ki, daha doğrusu əsas problemi bu oldu ki, onlar Peyğəmbəri öz dövründə və xüsusilə Peyğəmbərdən sonra düzgün tanıya bilmədilər. Peyğəmbərin özünü düzgün tanımayanda, onun xəlifəsini, onun canişinini ümumiyyətlə tanımaq mümkün deyildir. Bir cəmiyyət ki, bir xəttdir ki, deyir Peyğəmbərin özü belə hələ səhvdən uzaq deyil. O səhv edə bilər. Onun bütün dedikləri vəhy sayılmır. Belə bir baxışın nəticəsi də bu olmalıdır. Yəni, Əhl-i Beytin şəhadətinə gətirib çıxarmalıdır. Mən Qurandan bir-iki ayə oxuyacağım. Xüsusilə bir ayəni, bu ayə Nisa surəsinin 113-cü ayəsidir. Allah Teala bu ayədə Peyğəmbərimiz barəsində belə buyurur. وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكَ وَرَحْمَتُهُ لَهَمَّتْ طَائِفَةٌ مِنْهُمْ أَنْ يُضِلُّوكَ Əgər Allahın rəhməti və fəziləti sənə olmasaydı, bir qism insanlar səni yolundan çaşdıra bilərdilər, saptıra bilərdilər, ona cəhd edirdilər. وَلَوْلَا أَنْ ثَبَّتْنَاكَ لَقَدْ كِدْتَ تَرْكَنُ إِلَيْهِمْ شَيْئًا قَلِيلًا İsra surəsində buyurur, əgər biz səni saxlamasaydıq, səni sabit saxlamasaydıq, möhkəm etməsəydik, məsum olmasaydın, azca da olsa onlara meyl eləyərdin. Təzyiq hər tərəfdən var idi. Həm siyasi təzyiq var idi, həm ictimai təzyiq var idi, həm mədəni təzyiq var idi, həm iqtisadi təzyiq. Bütün bu təzyiqlər ona hesablanmışdı ki, Peyğəmbər öz mövqeyindən geri çəkilsin. وَقَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَ نَأْتِ بِقُرْآنِ غَيْرِ هَذَا أَبَّدِّلْهُ Deyirdilər, ya ayrı bir Quran gətir, ya da bunu dəyiş, sən bizimlə uyğunlaş. Biz səninlə uyğunlaşmamalıyıq, sən bizimlə uzlaş. Bu təzyiq var idi. İndi lən tərza ankəl yəhudu və lən nasara hattə təttəbiə millətəhum. Həm bu kitab əhli də Peyğəmbərə təzyiq göstərirdi. Göstərirdi ki, Peyğəmbər öz mövqeyini dəyişsin müəyyən məsələlərdə. Həm dini məsələlərdə vardı, həm siyasi məsələlərdə, həm bütpərəstlər tərəfdən vardı. وَدُّ لَوْ تُدْهِنُوا فَيُدْهِنُونَ Onlar istəyirdilər ki, müsəlman, Peyğəmbər yumşaqlıq göstərsin. Yumşaqlıqları da bu idi. Ya dəyiş bunu, ya da ayrı birisini gətir. وَمَا يُضِلُّونَ إِلَّا أَنفُسَهُمْ Bunlar sənə təzyiq göstərirlər, ancaq özlərini azdıra bilərlər. Niyə? Nədir bunun arxasında duran? وَأَنْزَلَ اللّٰهُ عَلَيْكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمْ وَكَانَ فَضْلُ اللّٰهِ عَلَيْكَ عَظِيمًا Ona görə səni azdıra bilməzlər. Ona görə sən sabit qədəmsən ki, Allah sənə kitabı, hikməti nazil edib. Sonra buyurur, وَعَلَّمَكَ مَا لَمْ تَكُنْ تَعْلَمْ Sən heç bir zaman bəşər üsuluyla, adi vasitələrlə öyrənə bilməyəcəyin elmi sənə öyrətmişik. وَعَلَّمَكَ مَا لَمْ يَعْلَمْ demir, bilmədikləri sənə öyrətmişik. مَا لَمْ تَكُنْ تَعْلَمْ Bu elmi heç zaman öyrənə bilməzdin. Bu elmi bəşər öyrənə bilməz. İnnə aradnal əmanətə aləs-səmavati vəl-ard vəl-cibali fəəbeynə yəhmilnəhə və əşfəqnə minhə və həmələhəl-insan. Biz bu elmi bütün mövcudata təqdim etdik. Onu insandan başqa daşıya bilən olmadı, daşıya bilmədilər. Daşımaq istəyirdilər, daşıya bilmədilər. Bu ilahi elm, əmanət ancaq və ancaq insan tərəfindən daşınıla bilər. O da insanlar içindən Allahın şah əsərləri olan Peyğəmbərlər, xüsusilə Peyğəmbərlərin içində Allahın şedevr əsəri olan,
şah əsəri olan bizim Peyğəmbərimiz daşıya bilərdi. Bunlar istəyirlər sənin mövqeyindən çaşdırsınlar. Allah Nəcm surəsində bu məsələ bir daha toxunur. Deyir, ma zalla sahibukum və ma qava və necmi idha hava ma zalla sahibukum və ma qava və necmi idha hava. And olsun o süqut eləyən ulduza, sizin sahibiniz nə azıb, nə də hədəfini itirib. İnsan ya azır, məsələn biri azır gedir pis yola, biri də yox, gəlir məktəbə oxumağa, ali məktəbə girir, ya dini bir məktəbə girir, sonra hədəfini azır. Peyğəmbərdir, nə yolun azıb, nə də hədəfin azıb. Niyə? Aza da bilməz. Və ma yantiqu anil hava in huwa illa vahyun yuha. Onun bütün dedikləri çünki vəhidir. Allamahu şədidul quva. Dəlil nədir? Onun müəllimi Allahdır. Cəbrail vasitəsilə ya da birbaşa. Onun müəllimi Allahdır. O aza bilməz. Həm bu ayədə, yəni həm Nəcm surəsində, həm Nisa surəsinin 13-cü ayəsində Allah Teala bunu bizə bildirir ki, Peyğəmbərinizin sözlərinin qarantı vəhyidir, Allahın özüdür. O sözlər adi sözlər deyil. Qısa olaraq mən bağlayıram bu mövzunu Peyğəmbər barəsində. Peyğəmbəri düzgün tanımasaq, düzgün tanımadılar deyə dedilər, nə? Ənə həsbuna kitabullah. Allahın kitabı bizə kifayətdir. Mən misal deyirəm. O qədər ki, Peyğəmbərin qarşısında durdular, fikirlər söylədilər. Alimlərdən biri deyir, Əzət Əlinin Nəhcül Bəlağəsinə baxırsan, İbn Əbülhədid deyir, Nəhcül Bəlağanın bir xütbəsində, bir xütbənin şərhində, deyir, mən bu xütbəyə səcdə eləyərəm. O qədər bu fəsahətli, bəlağətli və natiqcəsinə söylənilmişdir. Əli əleyhissalamın xütbələrinə baxanda insan valih olur. Xüsusilə biraz ərəb dilinə agah olsan, onun qaydalarını bilsən, anlayırsan ki, bu xütbələr, bu çıxışlar nə qədər dərindir. Bunu hətta onun düşmənləri də, Həzrət Əlinin düşmənləri də etiraf eləyir. Bu qədər natiq olan, söz sərrafı olan bir şəxs heç zaman Peyğəmbər dövründə bir xütbə söyləməyib. Mən görməmişəm, alimlərdən deyir, biz görməmişik Əli əleyhissalam Peyğəmbər olan yerdə danışsın. Danışsın. Niyə? Bu qədər natiq olan, söz sərrafı olan, xütbə məharətini bilən bir şəxs niyə Peyğəmbərin yanında danışmır? Niyə belə bir xütbəsi yoxdur? Çıxışları var. Amma o da Peyğəmbərin öz razılığı ilə, öz göstərişi ilə, amma durasan öz başına Peyğəmbər ola bir çıxış eləyəsən, ya məsələn, hansısa bir fikir söyləyəsən Peyğəmbərin qarşısında, bu ola bilməz. Niyə? Çünki günəş çıxıbsa fanarı yandırmaq ehtiyac yoxdur. Onu Həzrət Əli anlayırdı, Həzrət Əli bunu bilirdi. Ona görə Peyğəmbər deyir, sən məni tanıyırsan, mən səni yaxşı tanıyıram. Niyə imamət məzlum oldu? Çünki Peyğəmbərin özü məzlumdur. Çünki Peyğəmbərin özü məzlumdur. Biz deyirik ki, imamət Peyğəmbərin davamıdır. Axı Peyğəmbərin özünə düzgün baxış yoxdur. Peyğəmbərə baxış nədən ibarətdir? O adi bir insandır, hətta namazını qəzaya verirdi. Mən istəmirəm param o mövzulara. Bunların əhlüsünnə qardaşlarımızın hətta ən mötəbər mən Müslimdə gördüm. Muaviyə haqqında Peyğəmbərin dediyi sözü necə təhlil edirlər? Dəhşətə gəlir. Peyğəmbər dedi Muaviyə haqqında, la əşbə Allahu batna. O qədər yiyəsən, doymayasan. O hədisi gətiriblər, haqqı lənət olmayan şəxsin Peyğəmbər tərəfindən lənətlənməsi fəsli ilə. Baxın, haqqı deyir, lənət deyildi bunun. Amma lənətlədi Peyğəmbər bunu. Belə bir yanlış baxış Peyğəmbərə var.
Belə bir baxışın nəticəsi nə olmalıdır ki? Bəli, Həzrət Əli də məzlum olmalıdır. Biz bəzən söhbət eləyəndə qoyuruq Həzrət Əlini digərlərlə müqayisədə. Həzrət Əlini seçirsən ya filanini. Yox, elə deyil. Əslində məsələ bundan da yuxarıdır. Qoymaq lazımdır, sən Peyğəmbəri seçirsən ya filan kəsi. Çünki Peyğəmbərlə üz-üzə durublar. Tək Əhl-i Beytlə üz-üzə durmayıblar, imamlarla üz-üzə durmayıblar. İmam Sadiq ağanın, İmam Baqir ağamızın, imamlarımızın elmi ilahi elmdir. Peyğəmbərin nəvəsidir öz yerində. Malik deyir, ma səmiyyət uzunun, və la xətara alə qəlbi bəşərin. Əfzal min Cəfər ibn Muhammed. İmam Sadiqdən daha fəzilətlisi, nə ağıldan keçib, bəşər ağlından keçib, nə də göz görüb, nə də qulaq eşidib. Bu baxış sadəcə olaraq bir alim baxışıdır. Ona alim kimi baxmaqdır. Sən İmam Sadiqə bir Peyğəmbərin nəvəsi kimi baxıb ona hörmət edə bilərsən. Hərçənd o qədər də baxmadılar. Bir alim kimi də baxa bilərsən. Necə ki baxdılar, o da məhdud çevrədə. Bunun fövqündə dayanır. Bizim imamlarımıza olan etiqadımız bundan ibarətdir ki, onlar Peyğəmbərin varisləridirlər. Onlar o imamət xəttinin davamçılarıdırlar. Allah deyir, Alləmə Adəmə əsma kullaha və alləmə Adəmə əsma kullaha. Allah Adəmə bütün elmləri öyrətdi. Peyğəmbərimiz də və alləməkə mə ləm təkun ta'ləm. O elmi daşıyırdı. Sənə o elmi öyrətdi. Peyğəmbərimiz də deyəndə ənəm mədinətul ilm və aliyyun babuha. Mən elmin şəhriyəm, Əli qapısıdır. O elmdən söhbət gedir. Yoxsa məktəb açmamışdı ki. O məktəbin tələbəsi Həzrət Əlidir. Orada Peyğəmbər ona nəsə öyrətmişdi. Deyir ki, bəli, bundan sonra mən yoxam, ondan soruşun. Hamıza dərs vermişdim. Bu elmdən söhbət getmir. Çünki Peyğəmbərin elminin mənşəyi ilahidir. Hardansa öyrənməmişdi. Əlləməhu şədidul qova. Ona Allah öyrədib ona. O elmin şəhərinin qapısıdır Həzrət Əli. İmam Sadiq o elmin qapısıdır. Ona görə də onun sözü məsum olaraq bizim üçün höccətdir. İmam deyəndə ki, bu halaldır, bu haramdır. Ona görə bizim üçün vəzifədir ki, onu biz qanun kimi qəbul eləyək. Bəli, Peyğəmbərin balasıdır, nəvəsidir, nəslindəndir. Dövrün ən savadlı, ən təqvalı insanıdır. Bunlar öz yerində bunu çoxları etiraf eləyirlər. Amma bizim baxışımız bunun fövqündə dayanır. Birinci baxış müsəlmanlarda Peyğəmbərin özünə düzəlməlidir. Məsələ bundan, əgər kök düzəlməsə, Peyğəmbəri biz düzgün tanımasaq, Allah Quran-ı Kərimdə buyurur, hətta şəxsi məsələlərdə belə olsun, çox dəqiq bir məsələdir. Kimsə Peyğəmbərdən qəlbən razı olmazsa, şəxsi bir məsələdir. Peyğəmbər hökm eləyir. Bir söz deyir. Sən də razılaşmırsan ondan. Sən mömin deyilsən deyir. Şəxsi bir məsələdir. İndi gəl sən deyəsən ümmətin məsələsinə. Deyir, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُ فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُ تَسْلِيمًا 65-ci ayədir Nisa surəsi. And olsun sənin Rəbbivə. Allah deyir, and olsun sənin. Allah bunu deyir. Nisa surəsinin 65-ci ayəsi. Əgər sən hər hansı birinin arasında hökm etdikdə kimsə qəlbən narazı olarsa, yəni hələ etiraz eləmir, heç nə demir, sakit də durub gedir, amma qəlbən razı deyil Peyğəmbərin bu sözü ilə. O mömin deyil. Nə qədər ki sən qəlbən də razı olmayıb, büsbütün təslim olmayıbsan, Allah deyir, and olsun, sənin Rəbbivə o mömin deyil, müsəlman deyildir. وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ İzə qadallahu və rasuluhu əmran
en yekuna lahumul xiyaratu min amrihim. Heç bir möminənin haqqı yoxdur ki, Peyğəmbəri Allah əmr etsə, o əmrindən çıxsın. Sonra deyib, və mən yəsillah və rasulə fəqəl dallə dalalən mubinə. Hər kəs bu əmrdən çıxsa, Peyğəmbərin əmrindən açıq-aşkar azıb. Mübahisə etmək lazım deyil, azıb. İmam Sadiq bu şəxsiyyətin davamıdır. Yəni, necə Peyğəmbərimiz məsumdur, ilahi elmin daşıyıcısıdır, ilahi elmin şəhəridir. İmam Sadiq də, İmam Baqir də, İmam Zeynul Abidin də, ondan öncəki, ondan sonraki imamlar da hamısı İmam Zaman Ağaya qədər o elm şəhərinin qapısıdır. Biz şiələrin mərifəti bundan ibarətdir, baxışı bundan ibarətdir. Ona görə də hədislərdə gəlib ziyarət eləsəz, arifən bi haqqih olasınız. Onun haqqına arif olasın. Haqqına indi, bəli, İmam Hüseyni mən tanıdım, məzlumcasına şəhid eləyiblər. Bu aydındır. Bu qədər deyilmir. Sən imamət məqamını tanımalısan. Ümumiyyətlə, biz imamların ardıca gedirik. Eşidirsiniz də, bəzilər deyir, ərəbdir də, niyə düşübsüz də alayca? Peyğəmbər də ərəbdir də, mənşəyəcə. Bunlar, çünki ya başa düşmürlər, ya da belə baxırlar məsələ. Filankəsin Peyğəmbərin nəvəsidir də, bir ərəbdir. Bizim baxışımız. İmamət baxışı isə, Quranın baxışı isə bundan ibarətdir ki, bunlar Allahın yer üzündə höccətləridir. İmam Zaman Ağa bugün ilahi elmin daşıyıcısıdır. O ilahi rəhmət qapısının, elm şəhərinin qapısıdır. Bugün müsəlmanlar niyə zəlalətdədirlər? Niyə xilas olmaq istəmirlər? Xilas ola bilmirlər. Çünki hələ siz baxın, nə qədər mənbərlərdə, indi Əhl-i-Beyt tərəfdarlarını biraz çıxaq, nə qədər mənbərlərdə, nə qədər məclislərdə İmam Zaman Ağadan danışılır. Hansı ki, sonuncu Peyğəmbər dedi, Xatəmlə Ənbiya dedi ki, bəşərin bir dənə xilaskarı var, o da Həzrəti Məhdi Əcəlallahu Fərəcahu Şərifdir. Sallallahu aleyhi ve sellem. O bulud arxasında olan günəşə bənzəyir. O öz nurun verir. Sən istifadə etməlisən. Hansı ki, biz görürük, hər şeydən danışılır mənbərlərdə, təbliğatlarda. Niyə? Çünki Peyğəmbəri tanımadılar. Çünki kökü yaxşı başa düşmədilər. Biz İmam Sadiq Ağanı tanımaq istəyiriksə, digər imamları, düzgün məqamlarını anlamaq istəyiriksə, gərək Peyğəmbərin özünü bilək, o kimdir? Onda bilərik İmam Sadiq kimin yerində oturub, o kimin davamçısıdır. Mən